Salam, bugün Kawasaki-nin tarixi və inkişafı haqqında danışacağım. Kawasaki şirkəti 1896-cı ildə Shozo Kawasaki tərəfindən Yaponiyada yaradılıb. Kawasaki B8 1962, Kawasaki W1 1966. Kawasaki bu ilk addımlardan sonra sürətlə inkişaf etdi və ikonik modellər yaratdı. Ninja seriyası 1984. Bu gün də Kawasaki-nin ən məşhur seriyalarından olan Ninja 1980-ci illərdə təqdim edildi. Hazırda dünyanın ən sürətli motosikleti Kawasaki Ninja H2R hesab olunur. Bu model yol üçün lisenziyalı deyil, yəni küçələrdə istifadəsi qadağandır. Super şarjlı mühərriki sayəsində saatda 400 km sürətə çata bilir. Yanımda gördüyünüz Azərbaycanın ilk qadın motoklubunun vitse-prezidenti olan Səma xanımdır. Səma xanım eyni zamanda Kawasaki brendinin Azərbaycandakı ambasadorudur. Səma xanım, neçə vaxtdır istifadə edirsiniz Kawasaki-ni? Avqustun 8-dən Kawasaki-ni sürürəm və çox məmnunam. Video üçün də çox sağ olun dəvət elədiyiniz üçün. Sağ olun. Nə də süni danışıram, ilahi. Gücü danışıram. ATV-də Elgizin verilişindəyəm. Çağırıblar. Bu kimi videoların davamı üçün izləmədə qalın.